Ağdam Muğam mərkəzində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə tanınmış xanəndə, xalq artisti, şöhrət ordenli Mənsum İbrahimovun 65 illik yubileyi qeyd edilib. Tədbirdə Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Mansur Quliyev, Milli Məclisin deputatları Aqil Abbas, Elman Məmmədov, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların rəhbərləri, mədəniyyət və incəsənət xadimləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə dövlət himni səslənib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər Mənsum İbrahimovu 65 yaşının tamam olması münasibəti ilə təbrik edərək ona həyat və yaradıcılığından, yaratdığı ölməz obrazlardan, muğamlarımızın inkişafındakı xidmətlərindən bəhs ediblər. Əvvəla, əziz Qarabağlar, əziz adamlar, hamınızı xoş edirik. Çox xoş bir gündür. Bu gözəl günü təşkil edən insanlara təşəkkür edirəm. Və xüsusən Vaqif müəllimə ki, Qarabağların qiymətini bilir və tez-tez Ağdamdan yetişdirdiyi insanlara belə vəzifələr təşkil edir. Bugün də Mənsum müəllimə 35 yaşıdır. Biz 30 il yaşamamışıq, onu çıxın. 35 yaşımız var aramızda. Yaşadık, qara gözlərimizdə ağ damladı. Niyə damladı bilirsiniz? Onu mənsumlar, ariflər, rəmişlər, qədirlər qoymadı gözümüzdə qanına. Bizi yaşatdılar. Və inandıq ki, Ağdama gedəcəyik və getdik. Dünən Ağdamda şəhidlər xəyabanındayım. Orada şəhidlərə baş əydik. Dostum Ruslan'dan gəlmişdi. İndi bizi yaşadan olanlar var. Belə tədbirləri Nizam müəllim sən də keçirdirdin burada Ağdamda baş olanda. Şura ansamblını ölməyə sən qoydun. Evdə birdən əsəbləşirəm. Deyirəm, ay, çaş səsim o evdə, çaş məndə tarsalar. Bütün musik alətlərindən evdə varım, salayırım. Üzr istəyəm, xanım deyəcək, Allah sənə şey vermə, onun xunum olayım der mənə. Deyir də Allah sənə şey vermə, sadəcə yazmaq qəbrət verir ki, sarsaqlamaz. Həyatdan mənzillərimizdən deyirlər ki, məni tərif deyirlər, belədir, sənsin. Arkadaş, bir dənə tərif var. Vəssalamın deyim tutasın gezində, Ağdamlı olmaq. ürəkdən təbrik edirəm. Ona yaradıcılığında böyük uğurlar arzulayıram. Allah rəhmət
bu məclis eləkəndə bunlar bir xatirə danışmaq olar. Mən Arif abimə müraciət edibdim, Arif müəllim, özündən sonra kim görürsən bu kafedra müdiri, muamma avsaqqallıq eləyən, Arif müəllim bizlə həm kəndimizdə mənim dostluğu vardı. Arif müəllim madəlisin elə məsum yaşlıdır. Dedim, Arif müəllim, nəyinə görə onu tərbilirsən, bilirsən, belə yaxşı adamdır da. Arif müəllim özünə xüsusiyyət edir, yaxşı adamdır da. Həm səni də yaxşı bilirsən, həm də elə deyək də cəmaat arasında hörməti var, nüfuzu var. Mən əziz dostumuzu təbrik edirəm və ona belə deyək də, bir daha minnətdarlığını bildirəm ki, o muğam sənətinə düşən cavanlara, o insanlara böyük yol göstərir. Sonra mən minnətdarlığını bildirmək istəyirəm hörmətli Vaqif müəllimə. Vaqif müəllim də belə deyək də, bu Azərbaycanın o cümlədə bu Qarabağ bölgəsində Ağdamda muğamın belə deyək inkişafına, ondan sonra rayonda belə deyək də, bu incə sənətin inkişafına çox böyük diqqət yetirir və hesab edirəm ki, Vaqif müəllimə biz minnətdarımızı bildirməliyik. Mən torpaqlarımız işğaldan azad olandan sonra heç o əlimdə telefon olmuyor, düzdür, mətbuatda arada özüm çıxış edirəm. Mən torpaqlarımızın müharibə yolu ilə işğaldan azad edilməsinə çox sevinmişəm. Bunun üçün də mən istəyirəm elə sizinlə birlikdə prezidentimizə minnətdarlıq eləyək. Cənab İlhan əgər o torpaqları müharibə yolu ilə biz işğal ilə azad etməzsək, biz hamımız, xüsusən biz nəsil xəcalətdə öləcəkdik. Ona görə hesab edirəm ki, biz hamımız sevinirik və belə deyək də, o xəcalət üstümüzdən getdi. Sağ olun, hamımız bağımlı basıram, öpürəm. Sağ olun. Mənsum İbrahimov 1960-cı il oktyabrın 1-də Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olub. 1982-1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəni Maarif Fakültəsində təhsil alıb. 1993-cü ildən Leyli və Məcnun operasında Məcnun rolunu oynayır. Opera səhnəsindəki fəaliyyəti ilə bərabər həm də xalq və bəstəkar mahnılarının, muğamların mahir ifaçısıdır. Azərbaycan muğam sənətini dünyanın müxtəlif ölkələrində təmsil edir. Bununla yanaşı, pedaqoji fəaliyyətlə də məşğuldur. Azərbaycan Milli Konservatoriyası və konservatoriyanın nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin müəllimi kimi gənc muğam ustalarının yetişməsinə böyük əmək sərf edir. Mənsum İbrahimovun əməyi həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. O, 1998-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2005-ci ildə xalq artisti fəxri adına layiq görülüb, prezident mükafatçısıdır. 2010-cu ildə isə Azərbaycan Respublikası Prezidenti tərəfindən Şöhrət ordeni ilə təltif edilib. Azərbaycan Milli Konservatoriyasının professoru, Muğam Kafedrasının müdürüdür. Tədbirdə Ağdam Musiqi Kollecinin Qarabağ İnstrumental Ansamblının müşayiəti ilə tanınmış muğam ifaçıları tərəfindən xalq və bəstəkar mahnıları təqdim edilib. Sonda yubilyar çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib. Senden ötürü ne demim düşse başım kovaya. Senden ötürü ne demim düşse başım kovaya.
Bu təmənnadaya ey gül ki şəhidim mən olum. Ölərəm qeydini gülüm, mən bu təmənnada görməkdən aydan uyadım. Çeşme kumarım gelmemiş. Yetmiş idi çünkü yarım gelmemiş, hem ihtiyarım gelmemiş. Ay ben bu derdine yolsam eğer mezara koymayın, üstüme yok tut edildi, çok nigarım gelmemiş. Demesin bana, ecel gelse kim benden can alır? Kimdir ona can veren? Mühnet yarım gelmemiş aydan aydan. Halkımıza hoş təəssürat bağışlar, kalpleri çevrenden ruhları yokşar. Bülbül heyran kalar, güller almışlar. Şevk ile gelen de mensum müəllimin sesi İfa elədiyi her bulanları təsnifləri şən mahnıları el nurun kamanı Elçin müəllimin tarı coşar da fəlində mənsum müəllimin səsi. Axtararsınız, axtararsınız, nəğməli dillərdə axtararsınız. Axtararsınız, axtararsınız, nəğməli dillərdə axtararsınız.
Səfalı dağlar Qarabağdadır şair xalqımıza ziyarətgahı Vaqifin məzarı Qarabağdadır Üzeyrin nəğməsi Üzeyrin nəğməsi bülbülün səsi Qədirim mənsumun həzin nəfəs yanan Arif zəngüləsi xan şikəstəsi Arif zəngüləsi xan şikəstəsi Qurbanında tar Qarabağdadır Dağları yaymadan bürüyüp gelen batarım anam ağam Çekilip üstünden derdi duman Dağları bürüyüp qələbə bar Çəkilib üstündən dərdi qubar Qalib ordumuzu yol ucaqdıqları Zəfər bayraqları Qarabağdadır, Qarabağdadır Həzinəm dağdadır Əslən dağdadır, aramda həm damdadır Bu dünyanı kəzb olan cənnət Qarabağdadır, cənnət Qarabağdadır Qarabağ almışıq Qarabağ almışıq biz, zəfər yol salmışıq biz Azərbaycan bayrağını Şuşamızda, Ağdamızda, Xan kəndinə, bütün Qarabağda basmışıq biz ayağına
hatırlayarsan beni. Hatırlayarsan, hatırlayarsan, hatırlayarsan beni. Hatırlayarsan, hatırlayarsan, hatırlayarsan beni. Arzular çok ömür az, ben olmayanda bir yaz. Dolaşan da gülşeni, hatırlayarsan beni. Dolaşan da gülşeni, hatırlayarsan beni. Hatırlayarsan, hatırlayarsan, hatırlayarsan beni. Hatırlayarsan, hatırlayarsan, hatırlayarsan beni. Hatırlayarsan, hatırlayarsan, hatırlayarsan beni. Hatırlayarsan, hatırlayarsan, hatırlayarsız beni. Sağ ol, çok sağ ol, sağ ol. Yeri dağ üstə, yeri bana, ay qızıl qum üstə, ay Allah'ım, yengiz hava, göçsün üstə, getdim gördüm yar otaqdan. Getdim gördüm yar otaqdan, başa qalmam bu haqdan. Bu səyyid var yanaqda, ay yanaqda, ay sevdim.
giryan olmalım, zari giryan olmağındandır perişan olmalım. Bir de müşküle ettin düçar, gönlümlüyüm veyran edimler, seydi müşkün olmalım, olmalım.
Çox hörmətli tədbir iştirakçıları, hamınızı salamlayıram. Allah Teala bizi həmişə belə xoş günlərdə görüşdürsün, belə şad günlərdə, sevincli günlərdə. Ağıl Abbas, ay qaçqın köşkün deyiləm. Dalımca söz atırsan qaçqın qaçqın. Abi tanım qaçqın. Zaten yadınızdadır mı? Çıxırdı o təpənin üstündən ağlama baxırdı. Keçdi o günlər. Bugün qalib Azərbaycan. Qalib Azərbaycanın qalib vətəndaşları. Şükür bugün. Hörmətli məzunlarım, sizin haqqınızda xoş sözlər deyildi və kim dursa, kim bura dəvət olunsa, bir-birindən gözəl, xoş sözlər deyəcək, xoş arzular deyəcək. Bu təbiidir. Çünki bu tərifləri, bu xoş sözləri siz həyatınız boyu özünüzün fəaliyyətinizlə qazanmışsınız. Böyük sənətkarsınız, muğam ustadısınız. Musiqinizi, mədəniyyətinizi, muğamımızı dünyada təbliğ eləyən bir insansınız. Və titullarınız sayılır burada, adlarınız sayılır burada, orden medallarınız sayılır burada. Bunlar çox gözəldir. Ancaq həyatda bunların hamısından dəyərli bir dəyər var. O da gözəl insan olmaq, yaxşı insan olmaq. Siz belə bir insansınız, belə bir şəxsiyyətsiniz. Yəni, insan alim də ola bilər, böyük vəzifələrdə də ola bilər, çox böyük təltifləri də ola bilər. Ancaq cəmiyyətdə insanı hörmətə mindirən onun şəxsi keyfiyyətləridir, onun insanlığıdır, onun mədəniyyətidir, onun ləyaqətidir. Bunlar sizdə cəmləşir, hörmətli məzunlardır. Xalq, millət sizi sevir. Səbəb bilirsən nədir? Bir cavan oğlanı o şahlı quşu başına qonub padşah seçirlər. Bununla bir təcrübəli vəziri olur. Bu vəziri çağırır, deyir ki, vəzir, mən çox gəncəm, cavanam, belə təcrübəm yoxdur, mən neyniyim ki, bu xalq məni sevsin? Vəzir ona bircə cümlə deyir, padşah sağ olsun, siz xalqı sevin. Xalqın sizə olan məhəbbəti, hörməti, siz xalqı sevməklə qazanmışsınız. Siz bu xalqı, bu vətəni, bu dövləti, bu milləti, bu torpağı, bu Qarabağı, bu Ağdamı sevmişsiniz və o qarşılıqlı olaraq sizə qalır.
Vaqif abi, bir daha sizə mən təşəkkür edirəm. Qarşınızda baş əyirəm. Çok sağ olun. Hamınıza teşekkür ediyoruz. Çok sağ olun. Var olun. Sağ olun. Təbii ki, öncə mən şəhid ailələrin, dəyərli qazilərimiz və dəyərli ziyalarımız hamınızı salamlayıram və hər birinizə təşəkkür edirəm. Çox dəyərli Vaqif müəllim, sizə təşəkkür edirəm. Bax, bu şəraiti yaratdığınıza görə. Əslində bu bir bəhanədir. Bax, sizlə bizim görüşümüz üçün bu bir bəhanə idi. Bu Ağdamın, mən bu dəfə düşündüm ki, sırf Ağdamdan çıxan dəyərli sənətkarları mən bura dəvət edeyim, onları sizinlə görüşdürüm. Yoxsa bura biz çox sənətkar dəvət edə bilərdik. Vaxtınızı da çox almaq istəmədim. Və qələbəmizdən sonra bu görüşləri keçirmək bir xoşbəxtlikdir, bir qürurdur. Bir vaxt vardı, biz burada arzu edirdik. Mənim 50 yaşımdır burada qeyd olunubdur. İlk dəfə Ağdamdan başlamışım, 55 yaşımdır. Və 60 müharibəyə düşdü, həm şəhid də verdiyi ailəmizdən biz eləmədik bunu. Amma düşündük ki, biz bunu Vaqif müəllimin təklifi ilə mən sevə-sevə dedim, biz bunu eləyək, yığışaq bir görüş keçirdək. Artıq Ağdamımızın mərkəzində böyük bir muğam mərkəzimiz var. Onun açılışında hamımız iştirak elədik. Əlbəttə, bugün bizim muğamımızın inkişafında bayaq qeyd olundu burada. Çox dəyərli Mehriban xanımın dəstəyini biz həmişə hiss eləmişik. Və mən bütün muğam ustalar adından Mehriban xanıma təşəkkür edirəm. Allah onu qorusun. Var olsun. Qələbəmizə görə isə Ali Baş Komandanımıza və onun rəhbərlik etdiyi müzəffər ordumuza mən minnətdaram. Çünki onların sayəsində biz 44 gün ərzində bizim igidlərimiz bir qəhrəmanlıq tarixi yazdılar. Və bu tarixdə məndə bəlkə 200 ildən çox da belə bir şey olmadı. Allah prezidentimizi qorusun, Ali Baş Komandanımızı qorusun. Çünki sərkərdə olmasa, çünki biz birinci Qarabağ müharibəsində də biz Ağdam 6750 şəhid vermişdik. Amma torpağımız işğal olmuşdu. Çünki o vaxt rəhbərimiz yox idi. Amma bugün bizim güclü dövlətimiz, güclü rəhbərimiz, güclü ordumuz, güclü millətimiz var. Var olsun bizim xalqımız. Çünki biz birliyimizin sayəsində Qarabağımızı azad elədik. Biz sülh istəyirik. Çünki bizim heç bir dövlətin torpağında gözümüz yoxdur. Biz özümüzünki olanı sevirik və onu istəyirik əlbəttə ki. Və burada çıxış edən bütün ziyalılarımıza, hörmətli millət vəkillərimizə, Aqil müəllimə, İlman müəllimə, dəyərli ziyalılarımıza mən təşəkkür edirəm. Və burada çıxış edən mənim sənət dostlarım, dəyərli sənətkarlarımıza təşəkkür edirəm. Dəyərli Azad müəllimə təşəkkür edirəm, bizim gözəl sənətkarımız. Və mən öz sənət dostlarım Elçin Həşimov, Elmin Əhmədova təşəkkür edirəm. Biz 30 ildir bir yerdəyik və Qarabağımız işğalda olanda və bu üçlüyün də adını Qarabağ qoymuşuq. Ona görə ki, biz çalışmışıq ki, 30 il ərzində bütün dünyada Qarabağın səsi olaq, Qarabağın harayını dünyaya çatdıraq. Və şükür bu günümüzə. Bugün Qarabağımız azaddır, torpağımız bütövdür, bayrağımız hər zaman zirvədə dalğalansın. Əziz Ağdamlılar, mən sizə bir daha təşəkkür edirəm və hər birinizin qarşısında baş əyirəm.